Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme əccil levəliyyekel fərəc. Məkasib kitabında qumar bölümündən 12-ci dərsi oxuyuruq. Biz dünənki dərsimizdə bir rivayət oxumuşduq və o rivayətə bir işqal gəlmişdi. Və o işqalı dünən biz oxuduq və qeyd elədik. Və o işqalın cavabı nədən ibarətdir? İnşallah bugünkü dərsimizdə oxuyacağıq. Və qeyd elədik ki, şarih bir dəfə deyir ki, əl-xəmru haramun, bir dəfə deyir ki, əl-xəmrul məktu haramun. Yəni, insan bir dəfə hökmə çatır min bab-ı təriqiyyət, bir dəfə insan hərama çatır min bab-ı muvzuiyyət. Əl-xəmru haramun, bu dedik ki, təriqdir vaqiyə. Əl-xəmrul məktu haramun, burada hökm əxs olunur, qət, elm əxs olunur mövzudan. Xülasə bunları keçən dərsimizdə geniş izah eləmişdik. Və əsas işqal da bundan ibarət idi ki, imam ki o yumurtanı yedi və sonra qaytardı, mümkündür burada işqalın cavabını belə deyək. Bu qumar babında o əvəz ki alınır, qumar oynanılır və əvəz alınır, o əvəzin haramlığı elm surətindədir. Yəni, insanın elmi olsa, o haram olar. Əgər elmi olmasa, onda elə o həqiqətdə, vaqidə də halaldır, zahirdə də halaldır. Yəni, başqa yolla desək, deyək ki, mümkündür burada qət mövzuda əxs olunur. Və əgər bunu desək, onda bu işqal ki olunub o rivayətə bu aradan götürürlər. Və imam ki o yumurtanı yedi, çünki bilmirdi və həqiqətdə də buna həlalıdır. Və amma o əsər-i vəz'i, yəni başqasının malını yemək, haramı yemək ki insana təsir qoyar, bunun da cavabın belə deyərik ki, o surətdə haram təsir qoyardı ki, əgər imamın mədəsində qalsaydı o, əgər onun bədəni o yumurtanı bir öz hissəsini hesablasaydı, yəni insanın mədəsi ona həzmə verəydi, artıq o qida imamın bədənin bir hissəsi olmuş olsardı, onda əsər-i vəzisi olardı. Amma çünki imam bunu bilən kimi, elə birinci ləhzədə, hələ mədə onu həzm eləməmiş, mədə onu bədənin hissəsi eləməmiş, imam onu qaytardı. Qaytarandan sonra burada heç bir əsər-i vəzisi də
olmadı. Yəni bir təsir qoymuş olmadı. Cavabı mümkündür. Mərhum şeyx deyir, belə deyək. Və son olaraq buna da demək olar ki, mərhum şeyx buyurur, biz ki bu işqalları eləyirik və cavabları veririk, bunlar biz qeyri-məsumlar öz qaydamızla belə eləyirik. Əslində Peyğəmbər və digər məsumların müəyyən işləri var ki, o onlara məxsusdur. Biz onların əməllərini öz elmimizlə, öz qaydamızla tətbiq eləməyimiz bizim işimizdir. Amma bəzi işləri var ki, biz heç onları bilmirik, onların qaydalarını bilmirik. Və mümkündür, bəzi hökmlər var. Onlar özləri bunu bilirlər, onlara məxsusdur. Onlar onların cavabını verirlər. Bu söylədiyimiz işqal və cavablar, bu bizim ağlımız qədərdir, bizim düşüncəmiz qədərdir. Yəni, bu da o işqalın cavabı idi. İndi keçirik mətnin özünü oxumağa. Mətnin özü bundan ibarətdir ki, lakin yoşqil və ənəmə kanə təsiruhu kəzalik. Yoşqil, o rivayətdə ki, Həzrət o yumurtanı yedi və sonra da qaytardı, təsiri belə oldu. Bu müşküldür. Nə müşküldür? Müşküldür ki, əkələl məsum əleyhissalam ləhu cəhlən. Bu müşküldür ki, məsum gəlsin, o həram yumurtanı yesin, özü də cahil olan halda, yəni bilməyə bu həram yumurtadır. Binaən əla ədəmi iqdam ələl muharramatil vaqiiyyə. Bina buna görə ki, imam həqiqi muharramat-ı vaqiiyyə iqdam eləməz, addım atmaz. O həram-ı vaqii ki, qeyrul mutəbəddilə bil elm, la cəhlən və la qəflətən. Ki, o həram-ı vaqii ki, o dəyişməz, istəyir insan ona elmi olsun, ya cahil olsun, ya qəflət olsun. Əlbəttə bu işqalıdır. Ləənnəmə dəllə alə ədəmi cəvazil qəflə aleyhi fi tərkil vacibat və feylil həram. Eyni zamanda o dəlillər ki, dəlalət eləyir, caiz deyil ki, imam gəlsin, cahil olsun, vacibatın tərkinə və həramların feylinə, elə həmən dəlillər dəllə ələ ədəmi cəvazil cəhlə aleyhi fizalik. Həmən dəlillər dəlalət edir ki, imam ona cahil də olmasın. Bu işqalıdır. Allahümmə illə ən yuqal. Bu cavabdır. Buyurur, məyərin ki, belə deyəsən, cavab belə deyəsən, İnnə mücərrədət təsərruf minəl muharramatil ilmiyyə və təsiril vaqi qeyrul mutəbəddil bil cəhl innəmə huvə fi bəqaihi və seyrurətihi bədələn əmmə yətəhəlləl min bədənihi əleyhissalam. Cavabı mümkündür, belə deyək ki, imam o təsərrufi ki elədi o yumurtada, o rivayətdə deyildi, o yumurta ki təsərrüf elədi və onun təsiri ki əvəz olunmaz, dəyişməz, istəyir insan ona cahil olsun ya alim olsun, o yalnız o təsir innəmə huvə fi bəqaihi və seyrurətihi, yalnız o surətdə o təsir olardı ki, əgər o yumurta, o qida imamın mədəsində qalsaydı və o əvəz olsaydı, yəni imamın bədəninin bir hissəsi olsaydı, yəni mədə onu həzm eləsəydi, təsir qoyardı.
Vel ferzu ittilauhu aleyhi fi availi vakti tasarrufil ma'də və ləm yəstəmirru cəhləhu. Fərzimiz də bu idi ki, elə imam onu yeyən kimi qulamı ki, ona dedi, mən qumarda bu yumurtanı udmuşam, elə əvvəl ləhzədə imam bunu bilən kimi, mədə hələ onu təsərrüf, mədə bunu həzm eləməmiş, Həzrət bunu bildi və qaytardı və Həzrətin burada o yumurtanın başqasının malın olduğunun cəhli uzanmadı. Həzrət onu həmən elə bədənindən xaric elədi. Bu cavabı idi işqalın. Və şeyx buyurur, haza kulluhu, deyir, bu işqalı ki biz elədik, bu cavabı ki biz verdik, bunların hamısı li tətbiqi feyluhum ələl qavaid. Biz məsumların feylini, əməlini öz qaydalarımıza tətbiq edib, belə işqal edib cavab veririk. Yəni, öz düşüncəmiz, öz qaydamıza uyğun belə deyirik. Və illə fələhum fi hərəkatihim min əfvalihim və əqvalihim şuunun la ya'ləmuha qeyruhum. Və illa, yəni əgər məsumların feylini, əməlini öz qaydalarımıza uyğun tətbiq eləməsək, bunu deyə bilərik ki, məsumların öz hərəkəti, öz feyli, öz sözlərinin bir dərinlikləri var ki, la ya'ləmuha qeyruhum, onlardan başqa onu heç kim bilmir. Yəni, onlar özü bilirlər, neynirlər, nə iş görürlər, hansı hərəkəti ha vaxt eləmək lazımdır və nə üçün eləmək lazımdır. Biz öz düşüncəmiz, öz qaydalarımıza uyğun gəlirik ki, onların hər hansını bir əməlini biz gəlirik, tətbiq eləyirik və hökm eləyirik. Amma qaldı onların özünə. Yəni, məsələn, imamda bu rivayət ki, nəql oldu ki, imam bu yumurtanı yedi və qaytardı. Biz öz düşüncəmiz və öz qaydalarımıza uyğun Həzrətin bu sözünü biz yozuruq və məna eləyirik və cavab veririk. Amma imamın özündən soruşdan, mümkündür imam orada elə bir sözlər, elə bir qaydalar söyləsin ki, heç bizim zehnimiz ona gedməyib, heç biz onun cavabını verə bilməmişik. Ona görə də mərhum şeyx buyurur ki, bunlar bizim düşüncəmiz qədərdir. Bunlar onların qayda və qanunlarına görə deyil. Bu bizim qayda və qanunlarımıza görədir. Biz işqal edib cavab veririk. Elhamdülillah Rabbil Alemin.